Biz xanım Fatimə Zəhranın amalının arxasındayıq. Nəinki ölümünün. Xanım Fatimə Zəhranın ölümü sadə bir ölüm olsaydı, biz onun arxasında deyilik. O qədər şərafətli xanımların ölümü var. Biz onları anım kimi keçirdirik. Məsələn, Xədicə xanımın ölümünü biz anım kimi keçirdirik. Sadəcə onu yad eləyirik, fəzilətlərindən danışırıq. Amma Əyyam Fatimiyyə bəli iri miqyaslıdır. Xanım Fatimə Zəhranın şəhadəti mühüm hadisədir. Bu gün insanlara lazımdır. Hər dönəmdə lazımdır. Qiyamətə qədər lazımdır. İmam Zaman gəlib o məsələnin daha geniş formada danışacaq. Daha geniş formada aparacaq. Niyə? Çünki mövzu imamət mövzusudur. İnsanlara imamətin zərurəti çatdırılır burada. Ona görə də o neçə günlük bir insident deyil. Heç bilirsiniz ki, orada qılıncla da olan bir toqquşma olmayıb. Yəni bir silah da olmayıb orada toqquşma. Ancaq elə müəyyən müzakirələr olub. İndi başqa şeylər də olub ha. Amma məsələ nədir? Orada iki qoşun bir-biri ilə döyüşmür. Orada bir dənə ölən kəs olub. O da xanım Fatimə Zəhradır. Ona görə də bu sadə bir məsələ deyil. Yəni şiəni ağlayan, problem axtaran, nə bilim, əzadarlığa meyilli, yəni bir əzadarlıq axtarırlar, bilmirlər necə bir sinə vursunlar. Budur, xanım Fatimə Zəhranın əzadarlığı 3 gün əvvəldə, 3 gün axırda. Vallah belə deyil. Bu bir zərurətdir. Yoxsa nə ehtiyac var buna? O qədər əzəmətli xanımlar, o qədər əzəmətli şəxsiyyətlər var Şiənin tarixində. Amma ən çox Əyyam Fatimiyyə və Kərbəla məsələsi gündəmdə olur. Niyə? Çünki onlar daha ciddi, zəruri məsələlərdir insanlıq üçün.